Salam, hər vaxtınız xeyir olsun kanalımda. Xoş gördük sizləri. Bugün mən sizə sınav 5 RFM ikinci mərhələsini izləyəcəm. Deməli, sürət şəkildəki kimi yönəlmiş cisim düz xətti bərabər yavaş hərəkət etdiyi məlumdursa, onun deyir təcili hansı istiqamətdə yönəlir? Biz demişdik ki, sürət və təcil əks istiqamətdə yönələndə cisim yavaşlayan hərəkət edir. İndi sürətimiz sağ tərəfədirsə, təcilimiz sol tərəfə olmalıdır ki, yavaşlayan hərəkət olsun. Yəni cavab olacaq 4. 1'e uyğundur D bəndi. 2. Sürətin zamanı hansı qrafiki verilibdir? İki cismin sürətinin zamanı hansı qrafiki verilibdir? Qrafiklə əsasən ikinci cismin birinci saatda getdiyi yolu birinci cismin nə qədər müddətə getmiş olar? 1 saatımızın 60 dəqiqə olduğunu bilirik. Yəni birinci cisim üçün bir saatımızın 3600 saniyede olduğunu bilirik. Bu birinci cisme baxsaq, sürətimiz 15 metr bölünmüş saniye olduğu üçün ikinci cisimdə isə 6 metr bölünmüş saniyedir. İkinci cismin 1 saatda getdiyi yol istəyir. Ona görə də S bərabərdir V vurulsun T'dir. İkinci cismin 6 metr bölünmüş saniye sürətlə gedir. 6'nı vuracağıq. Zamanımız isə 3600'dür. 3600'ü. O da eləyəcək bizdə 7200 vurmayaq, əslində elə saxlayaq. Deməli 6 vurulsun 3600 saxlayaq. Sonra bizdən digəri birinci üçün baxsaq, birinci üçün də sürətimiz verilib, yolumuz verilib, zaman istəyir. Onda T'ni tapmaq istəyiriksə S'i V'yə bölməliyik. S'imiz elə 6 vurulsun 3600'dür. V'miz də ki 15 metr bölünmüş saniyedir. İkinci ixtisarlarımızı aparırıq. 6'nı 3'e bölürük 2, 15'i 3'e bölürük 5, 2'ni 3600'e vururuq 7200, 7200'ü də 5'e bölürük. Bu da 1440 saniye. 1440 saniyedir, amma bizdən cavablar saatla istənilir. Saniyədən də saata keçmək istəyiriksə bölməliyik 3600'e. O da eləyəcək 144 bölünsün 360, yəni 0,4 saat. 2'ye de uygun olacaq A variantı. 3'e baxaq. Deməli, təcrübənin nəticələri göstərdi ki, atomlar əvvəllər təsəvvür edildiyi kimi bölünməz külələr deyil, nüvədən və elektronlardan ibarətdir. Nöqtələrin yerinə yazılmalıdır. Bu bizdə olur Rutherford. Yəni 3'e de uygun olacaq A variantı. Şəkildəki 3 kiloqram olan kütləli ipdən asılmış cisim suya batırılmışdır. Cismin asıldığı ipdəki gərilmə qüvvəsi 12 Newton olarsa, cismə təsir edən argument qüvvəsi neçə Newton olur? Deməli, ipdə yaranan gərilmə qüvvəsi bizdə yuxarıya doğrudur. Ağırlıq qüvvəsi mg aşağıya doğrudur. Və eyni zamanda Arximet qüvvəsi də yuxarıya doğrudur. T gərilmə ilə F Arximet yuxarı olduğu üçün, eyni istiqamətdə olduğu üçün F Arximet üstə gəlsin. T gərilmə bizdə bərabərdir mg-yə ağırlıq qüvvəsinə. Arximet qüvvəsini tapmaq istəyirəmsə mg-dən T gərilməni çıxırıq. mg-yə vururuq, yəni 3'ü 10'a vururuq, eləyir 30. T gərilmə də elədi 12. 30'dan da 12 çıxanda eləyir 18 Newton. Cavab olacaq Arximet qüvvəsi 18 Newton. B bəndi. 5. -6 Q yüklü elektroskopun kürəsinə müsbət 18 Q yüklü şüşə çubuq toxunarsa, onun vərəqlərin vəziyyəti necə dəyişər deyir. Bunun üçün -6 Q ilə 18 Q-nü toplayır. Biri mənfi, biri müsbət olduğu üçün çıxılacaq. O da eləyəcək müsbət 12 Q. Onu da toplundurub aradıqdan sonra 2'ye bölürük, eləyir müsbət -6 Q. Bu zaman təbii ki, könəllər tam qapanır. Sonra isə neyir? Artır. Yəni cavab olacaq D bəndi. Çünki -6 Q ilə müsbət 6 Q-ni toplayanda 0 eləyir. 0 olduğu halda tam qapanacaq. Sonra yenidən olaraq açılacaq. 6. Düz xətt üzrə hərəkət edən cismin sürətinin zamandan asılıq tənliyi verilibdir. İlk 5 saniyə müddətində cisim neçə metr yol gedir?
ve bərabərdir V0 plus AT düsturuna əsasən. Burada zamanımız 5'dir. V0 başlanğıc sürətimiz 6'dır. Təcilimiz isə 4. İndi bizdən 5 saniyəsində cismin getdiyi yol istəyir. V0 T plus AT kvadratı bölünsün 2 düsturundan istifadə edəcək. Yeniləşən hərəkət üçün. Yəni 6'nı vururuq 5'ə, eləyir 30, üstə gəlsin. Təcilimiz 4 idi. 5'in kvadratı 25, aşağıda 2. Sarılar getdi 25 2'yə vuruq 50, 30 ilə də 50'ni toplayanda eləyir 80 metr. Cavab olacaq 6 da C bəndi. 7. Cədvəldə düz xətti bərabər sürətdə hərəkət edən cismin hərəkətinə sərf olunan zaman və yer dəyişmənin qiymətləri verilmişdir. Cədvələ əsasən K və L-in qiymətini müəyyən edin. Burada zamanımız 7 saniyə, yer dəyişməmiz 49'dur. Sürəti tapmaq istəyiriksə S-i T-yə bölürük. Yəni 49'u bölürəm 7'yə, o da eləyir 7 metr bölünmüş saniyə. Bunu tapdıq. L üçün tapsaq, L-də məsafəmiz 84'dür, sürətimiz 7'dir. Zamanı tapmaq istəyiriksə 84'ü 7'yə bölürük. O da eləyəcək 12. Deməli, L üçün bizdə 12'dir. K üçün tapsaq, 2'ni 7'yə vuruq, eləyir 14. K üçün də məsafəmiz eləyəcək 14. Yəni doğru cavabımız olacaq C bəndi. 8. Aşağıdakı variantlardan hansıları düz xətti bərabər sürətli hərəkətə aiddir? Düz xətti bərabər sürətli hərəkət üçün cisim bərabər zaman müddətində eyni yer dəyişmə icra edir və bərabər zaman müddətində bərabər məsafələr qət edir. Yəni cavab olacaq A variantı, A və B. 9. Düz xətt üzrə hərəkət edən cismin sürətinin zamanası qrafiki verilibdir. Cismin yola görə orta sürətidir, neçə metr bölünmüş saniyədir. Yola görə orta sürəti tapmaq istəyiriksə, ümumi gedilən yolu ümumi zamana bölməliyik. Burada figurun sahəsinə baxsaq, 2 dənə figurumuz var. 12'yə vururuq, 20, 20'ni də 2'yə bölürük, eləyir 10 metr. Bura 10 metrdir. Digəri üçün baxıram, 5'dən 2 çıxanda 3 qalır. 13'ə vururam, 30, 30'u da 2'yə bölürəm, 15 metr. Ümumi də tapanda 15 ilə 10 toplayanda eləyir 25 metr getdiyimiz yol. Bu da hansı zaman müddətində olub? 5 saniyə müddətində. Ona görə orta sürətimiz olacaq 5 metr bölünmüş saniyə, yəni D variantı. 10. Kütləsi 5 kiloqram olan cisim eyni düz xətt üzrə yönəlmiş iki qüvvənin təsiri ilə təcili hərəkət edir. İkinci qüvvənin qiymət və istiqamətini deyir müəyyən edir. Kütləmiz 5 kiloqramdır. Qüvvəmiz də F bərabərdir M vurulsun A-dır. Yəni 40 bərabərdir 4 vurulsun M. Buradan tapırıq. M-i tapdıq 10. A yox. Üzrlü sayın. Deməli, bizdə burada F bərabərdir M-adır. Kütlə 5 kiloqramda təcil 4. 5'i vururam 4'ə eləyir 20 newton. Və 40 newton bu tərəfədir. 20 newton da bu tərəfədir. Bizdən isə 60 newton olmalıdır. Çünki 60'dan 40'a çıxanda 20 newton alırıq. Və F1 qüvvəsinin əksi istiqamətində olmalıdır qüvvəmiz. Cavab olacaq onda D bəndi. Çünki yekun olaraq qüvvəmizi biz 20 tapmışdıq. 11. Bəzi 4,5 kiloqram olan cisim 8 metr yüksəklikdən sərbəst düşür. Bu cismin yer səthə çatdığı anda kinetik enerjisi neçə joule olar? Kinetik enerjimiz elə bizdə mgh-a bərabərdir. Yəni 4,5 vurulsun 8 vurulsun 10. 45, 45 də 8'ə vuranda eləyir 360 joule. Deməli, cavab olacaq C bəndi. 12. V bərabərdir 8 çıxılsın 4 T metr bölünmüş saniyə kimidir. Cisim 4 saniyə hərəkət etdiyi məlumdursa, aşağıdakı verilənlərdən hansı doğrudur? Burada təcilin qiyməti 4'dür, sürətin qiyməti isə 5'dir. Yəni V0'ımız 8'dir, təcilimiz isə -4'dür. Zaman da 4 saniyədir. Bizdə deyir ki, cismin getdiyi yol yer dəyişməyə bərabərdir.
4 qoysaq yerinə biz bunun 4'ü 4'e vuranda 16, 8'den de 16 çıxanda -8 metr. Bu bizdə təbii ki, yer dəyişimi ola bilər, yol ola bilməz. Yol müsbətdir çünki. Ona göre getdiyi o yer dəyişməyə bərabərdir. Burada birincini götürməliyik. Sonra deyir ki, cisim yavaşlayan hərəkət eləyir. Bəli. Çünki əksdir. Yəni biri mənfidir, biri müsbətdir. Sürət mənfidir, sürət müsbətdir, təcil mənfidir. Sonra deyir ki, cisim əvvəlcə yavaşlayan, sonra yox, bu yanlışdır. Yola göre orta sürət yetişmeye göre orta sürətə bərabərdir. Sonra bir de deyir ki, yola göre orta sürət yetişmeye göre orta sürətdən böyükdür, yanlışdır. Deməli 1, 4, 5 olacaq. Doğru cevabımız D bəndidir. 13. Düz xətt üzrə hərəkət edən cismin sürətinin zamanası qrafiki verilibdir. Cisim t müddətinə s qədər yol gedirsə, 3t müddətinə neçə s yol gedir? Birinci üçün tapsaq, fiqurun sahəsidir. Yenə də 2v-ni t'yə vurub 2'ye bölürəm. Yəni burada da 2'lər ixtisar gedir, olur vt. S bərabərdir vt. İkinci üçün bir trapesiyadır. Trapesiyanın sahəsi isə oturacaqlarının cəminin yarısının hündürlüğü olan hasilidir. 2v ilə 3v'nin topladığı oldu 5v. 5v bölünsün 2t, 2'ler gitti. Bu da ileride 5vt. Bunu da tapdık. Aha. Şimdi bizden ne istəyirdi? Ümumi. Ümumi yol tapsaq vt, bu da 5vt. S ümumi de bərabərdir 6vt'ye. Deməli, əvvəl S idisə 6vt oldu, 6s oldu. Deməli, nə qədər yol getdi? 6s qədər yol getdi. Protonların sayı 20 olan iyon yükü de verilibdir. İyondaki elektronların sayını müəyyən edin deyir. Biz de dedik ki, Q bərabərdir N, Y-yə. Qiymətləri yerinə qoysaq, deməli, bizdə yükümüz 3,2 vurulsun 10 üstü -19'dur. N'yi bilmirəm. Elementar yükdə 1,6 vurulsun 10 üstü -9. Buradan ixtisarlar getdi. N'i tapdım 2. Proton sayıda 20'dir. 20'den de 2'ni çıxıram. Geriye qalır 18 elektron sayı. 14'e uygun olacaq B bəndi. 15. Rəqs amplitudu 0,5 metr olan rəqqas 12 saniyə ərzində 6 rəqs edir. Onun rəqs periyodunun və yükünün 60 saniyə ərzində getdiyi yolu tap. Biz periyodun ümumiyyətlə tam bir dövrə sərf olunan zamanın bərabər olduğunu bilirik. Zamanımız 12'dir, dövrlərimiz də 6'dır. Buradan periyodu 2 saniyə tapa bilərəm. Yolumuz isə 4 amplituda bərabər yol gedir. Yəni 4 amplitud vurulsun. Balaca t bölünsün böyük t. Qiymətləri yerinə qoysaq 4 vurulsun 0,5 zamanımız bizdə 10 neçəydi zamanımız? Balaca t'miz 60 saniyədir. Böyük t'miz də periyodda 2 tapmışdır. 60'dan 2 30, 30'u 0,5'e vururuq, onu da 4'e vururuq. Eğer ümumi 60 metr. Yani cevap olacaq A variantı. 16. Q02'nin sayəsində müsbət sınaq Q1 və Q2 yükləri gətirilibdir. Onların Q1 bölünsün Q2 nisbətini tapın deyir. Birinci üçün yazsaq Q1 üçün K vurulsun Q1 vurulsun Q0 bölünsün R. İkinci üçün yazsaq dostum. Yəni F bərabərdir. K vurulsun Q1 vurulsun Q0 bölünsün R. İkinci üçün yazsaq 5F bərabərdir. K vurulsun Q2 vurulsun Q0 bölünsün R. Bunlar da bir-birinə olan nisbəti, yəni Q1'in Q2'ye olan nisbəti bizdə bərabər olacaq 1 bölünsün 5'e, yəni 5'te 1'e. Cavab olacaq A variantı. 17. Müsbət yüklü K
və mənfi yüklü el. Kürələr şəkildə kimi bir cins keçirici və yüksüz kürələrə yaxınlaşdırılır. Buna əsasən işarələnir. Bu müsbətdirsə, bura təbii ki, mənfi olacaq. Müsbət mənfini cəzb edir. Bu mənfidirsə, müsbət də bu tərəfə gedəcək. Ortada isə yüksüz olacaq, neytral olacaq. 17 də uyğun olur C variantı. Mənfi 0, müsbət. 18. Deməli, en kesini 20 saniyə ərzində. T'miz verilibdir, 20 saniyədir. Dövrlərimizin sayı da verilibdir, 10 üstü 19'dur. İki istiqamətli hərəkət edir. Mesela cərəyan şiddətini istəyir, i'ni istəyir. Y də verilibdir. Y də bərabərdir Q bölünsün T və yaxud da N-Y bölünsün T'dir. Qiymətləri yerinə qoysa 10 üstü 19 vurulsun 1,6 vurulsun 10 üstü mənfi 19. T'deki 20 saniyedir. Bunlar ixtisar getdi. 1,6'ını da 20'ye bölsək 0. 16'ın içində yoxdur. 160'da da eləyəcək 8. 0,8. Və cərəyan da bizdə müsbət tərəfdə olur. Yəni cavab olacaq elə bir istiqamətində. Çünki elektron iki istiqamətində axırsa mənfi, cərəyan da müsbət yüklərin istiqaməti götürüldüyü üçün cavab olacaq A variantı. 19. Dövrədə cərəyan şiddətinin kəskin artan zaman işlədicinin dövrədən açmaq üçün hansı cihazdan istifadə olunur? Əriyən qoruyucudan. Yəni yanmasın deyə. Eyni materialdan hazırlanmış KLM naqillərin müqavimətlərini müqayisə etməliyik. Müqavimət dedik ki, R bərabərdir, rho vurulsun, R bölünsün, S-dir. Yəni uzunluqları və S-ləri nəzərə almalıyıq. Birinci olaraq R K üçün yazsam, onda rho vurulsun 3L bölünsün S olacaq. İkinci R üçün yazsam rho vurulsun L bölünsün S olacaq. Çünki 2 L 2 S'e böləndə 2'lər ixtisar gedir. Yəni rho vurulsun L bölünsün S olacaq. RM üçün yazsaq rho vurulsun L bölünsün 3S. Yəni rho L bölünsün 3S olacaq. Bunları da münasibət yazsaq ən böyük rho K'dadır. Sonra rho L'dədir. Sonra da rho M'dədir. Yəni RK böyük RL'dən, o da böyükdür RM'dən. Cavab olacaq 20'də A variantı. Gəldik 21'ə. 1, 2, 3 lampaların müqavimətləri eyni olarsa, K çarı bağlandıqda lampaların parlaqlığı necə dəyişər? Bunu bağlayanda 1 ilə 3 ardıcıl qoşulduğu üçün naqilimiz təbii ki, cərəyan şiddətimiz artdığı üçün parlaqlığımız artacaq. Amma 2'də artıq sönür. Cavab olacaq A variantı. Burada 22-ci testimiz yoxdur. Birbaşa 23'ə keçid edirik. Deməli, stereostatın sürüşən kontaktını sağa hərəkət etsək, voltmetr və ampermetrin göstərişi necə dəyişər? Sağa hərəkət edəndə ampermetrin göstərişi azalır. Nəyə görə? Çünki sağa hərəkət edəndə uzunluğumuz artır. Uzunluğu artırsa müqavimət artır. Müqavimət artırsa cərəyan şiddəti azalır. Yəni ampermetrin göstərişi azalır. Ona görə ampermetrin göstərişi, voltmetrin göstərişi isə artır. Cavab olacaq B bəndi. Bu bərabərdir İR düsturuna əsasən. 24. Hansı açar və açarları qaplasaq ancaq B lampası yanar? Burada səhvlik var ümumiyyətlə dövrədə. Çünki biz biri qapamasaq ümumiyyətlə dövrə işlək vəziyyətdə gələ bilməz. 1 ilə 3'ü məsəl üçün qaplasaq B və C lampaları yanır. Amma 1-2'ni qaplasaq məsələn A lampası yanır. Yəni burada sualda səhvlik var. Və sonuncu 25. A və B rezistorun gərginliyinin cərəyan şiddətindən asılı qrafikləri verilibdir. Bu müqavimətləri dövrəyə ardıcıl qoşulsa dövrənin ümumi müqaviməti neçə olurlar? Birinci A üçün baxsaq 24'ü 2'yə bölürəm. Eğir 12 ohm. Deməli R bərabərdir 12 ohma. Çünki U bərabərdir I vurulsun R'dir. Buradan R'ni tapanda onu i'yə bölür. RB üçün baxsam, RB də bərabərdir 24 bölünsün 6. Bu da eləyəcək 4 ohm. Ümumi də ohmu hesablasam 12 ilə 4 toplayırıq, eləyir 16 ohm. Yəni D variantı.
Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.